Deməli, bugün sizə HMO sistemindən bəhs edəcəm İngiltərədə. HMO sistemi nədir? Qısaca sizə bunu deyim ki, deyək ki, 3 otaqlı bir evi alıb otaq-otaq kiraya verməkdir. Gəlin bunu sizə nümunə ilə bir izah edeyim. Deməli, bu evin qiyməti 250 min pound'a bir müştərimiz üçün almışıq. Bu birinci otaq. Həmən görürsünüz otağı otel konsept işi eləmişik. Yataq, balaca bir mətbəx, bir də sanuzel. Həmən buradan ortaq olan, yəni mətbəx qismına girək. Burada da nə eləmişik? 2 dənə otaq qoymuşuq və bu da bizim ikinci otağımız. Yenə bunda otel konfeti kimi. Burada da belə qısa bir gözəl bir təmir olunmuş. Bu sistemin nəyi gözəldir? Onu izləyim sizə. Normalde biz bunları 250 min pound'a təmir edib sadəcə ailəyə kirayə vermiş olsaydıq, buradan 1500 pound gəlir əldə edəcəkdik. Amma HMO evi burada 6 dənə otaq çıxartmışıq və hər otağı ailə kirayə verəcəyik. Hemen çox videonu uzatmaq istəmirəm. Burada 3-cü otaq var. Bu otaqlar arasında ən böyüdür. Məsələn, buranın kirası 850 pounddur. Sadəcə bu otağın məsələn. Biraz daha böyüdür. Mətbəxi də böyüdür. 4-cü otağımızı göstərim sizə. Buranın 750 pounddur kirası. Aslında bura 7 otaqdır. Bu sadəcə biraz çox balacadır deyə bəlkə bir ortaq alan kimi fikirləşirik. Yuxarıda da 2 dənə böyük otağımız var. 6-cı otağımız. Burada da yine yatar. Balaca bir yeni mətbəx, buzdolabı. Burada da bu da 5-ci. Burası bu otağın da qiyməti 750 pounddur. Bəli, həmin gördüyümüz bu binaya bir ifadə edeyim kimi 250 min pound aldıq. 175 bin pound yeniləmə xərci var. Toplamda bu ev yatırımcı üçün 425 min pound oturub. Hal-hazırda bunun bazar dəyəri 550 min pound. Bir həftə bundan qabaq bank gəlib bu evə dəyər qoyub. Necə olacaq indi burada sizə daha əvvəl izah edeyim ki, BRB sistemi kimi, yəni evin bazar dəyərinin 550 min poundun %80 alıb təzədən yenə bu sistemdən edəcək. Satmaq istəmir yatırımcı, kira verəcək. Hal-hazırda otaqları kira verəndə 5500 pound aylıq gəlir var. Əgər bu sistem sizə maraqlı gələrsə, siz də Londonda və ya İngiltərədə buna bənzər bir sistem eləmək istəsəniz, bizimlə əlaqə saxlaya bilərsiniz. Sizin üçün belə bir binanı alıb A-dən Z-yə təmiri ilə məşğul ola bilərik. Təşəkkür ederim.